Biz test kimi getmişik məsələn ofisə, düzdür, biz işə girmişik. Bax burada yazır ki, kompaniyanın tələblərinə uyğun, yəni hər yerdə belə olmur. Ümumiyyətlə biz burada nə danışacağıqsa, bu bütün hər yerdə eyni cür olmur, tamam mı? Biz qabaqdan aşağı test proseslərindən danışacağıq. Bütün kompaniyalarda eyni test prosesləri olmur, hamısında çox qarşı olur. Elə eləyirlər ki, şirkətə və komandaya uyğun bir test prosesi olsun, okey? Və burada məsələn nə var? Tutaq ki, birincisi test environment setup. Test environment setup nədir? Bir dəqiqə. Başlayırıq buradan. Ki, biz tester olaraq bizim responsibility'miz nədir? Burada görürsünüz ki, may include, yəni daxil ola bilər. Daxildir, yox, daxil ola bilər. Və məsələn, test environment setup. Test environment setup'ı biz necə başa düşək? Bax, tutaq ki, Fərad elə sizin saytın üstündən gələcəm. Ən qəşəng oldu. Bax, mən girirəm bura, wetravel.com. Özüm bilə bura girirəm. .com. Məsələn, belə bir sayt var, düzdür? Bu saytda mən nə edə bilirəm? Mən burada məsələn qeydiyyatdan keçə bilərəm və yaxud sign ola bilərəm. Ondan sonra qabağıma çıxır. Məsəl üçün belə bir turlar çıxır qabağıma. Mən bu turları ala bilirəm. Tamam mı? Baxın, burada mənim ödənişlərim var. Tutaq ki, mən əvvəlki ödənişlərimi görə bilirəm. Başqa nə var? Burada belə çoxlu şeylər var, belə baxanda. İndi bu dəqiqə sayını olmamışıq, bizə çoxu görsənmir. Amma məsələ nədir ki, bu da necə Facebook falan var, düzdürmü? Yəni, bütün userlər görür də bunda. Bu da belə bir şeydir. Buna normalda deyirlər production. Production nə deməkdir? Ümumiyyətlə başlayalım. Bax, bu dəqiqə görürsünüz, wetravel.com. Bu belə bir mühitdir. Həm də ingilis dilində tərcüməsi ekvivalenti deyirlər. Environment. Azərbaycan dilində isə mühit. Bu, hər iş yerində görəcəksiniz. Environment və mühit. Bunlar nədir və başlayalım. Bu bizim, məsəl üçün, production environmentimizdir. Production environment nədir? Bütün istifadəçilər, siz girirsiniz, hansısa bir bank saytı olsun, sizin ümumiyyətlə nə saytı girirsinizsə, hamısı productiondır. Yəni ki, bütün istifadəçiləri açıqdır və o istifadəçilər istifadə edir. Yəni, orada hansısa bir işləv gördünüzmü? İndi mən orada hansısa bir, hələ ki vaxt belə deyirəm, sonra dəyişəcəm sözümü. Yəni, sonra deməyim də, müəllim belə demiş, sonra belə dedik. Siz burada, bu dəqiqə tester olaraq belə fikirləşin ki, burada heç bir iş görmürsünüz. Sizin bir dənə də buna oxşar, kopya və buna oxşar başqa cür belə deyək, saytınız olur, environment deyirlər ona. Sizin testləriniz gedir orada. O da nədir? Nədir? Pray.wetravel.com. Məsələn, burada normal userlər girib burada heç nə edə bilmirlər. Burada fərz yadındadır sənin şeylər? Nə vaxtsa açmışam. Məsələn, normal əgər olsaydı, bildiyimiz belə production saytı olsaydı, mən orada bu nömrə ilə böyük ehtimalla qeydiyyatdan keçə bilməzdim, düzdür? Amma burada olmalı da, deyəsən Fərad. Burada da keçmir. Nə yazım? Tutaq ki, mən bunu eləyəndə burada qeydiyyatdan keçə bilirəm, düzdürmü? Bunun içərisində mən
İstədiyim cürə ödənişlər də edə bilərəm, özümdən tur yarada bilərəm, turları da ala bilərik. İndi qabaqları görəcəyik bu hissələrdə. Məsələn, kartlar var, hansı ki o test kartları ilə mən girəm, tutaq ki, $100 hansısa bir turu ala bilirəm. Görüm doğrudan bu tur keçir yoxsa. Bax məsələn, hansısa bir paltar tutaq ki alacaqsan da, təbii düzdür. Sən o paltarı alanda və hansısa bir məhsulu alanda saytda sənin qabağa hansı problemlər çıxa bilər, belə deyək. Bax, bir dənə uğurlu proses nədir? Məhsulu ala bildin. Düzdür? Uğursuz proseslər nə ola bilər? Trendyoldan ayısı olur. Trendyolda bir dənə uğurlu proses var ki, malı ala bildiniz. İkinci proses nə ola bilər ki? Bax, məsələn, mənim kartımda tutaq ki, pul olmasa nə olacaq? Problemdə düzdür, malı ala bilmirəm. Amma o sənin şəxsi problemdir. Okey, yəni, amma problem deyil. Yəni, nəticədə sən malı almırsan, düzdür. Və yaxud nə ola bilər? Məsəl üçün, kartın vaxtı keçmiş ola bilər, düzdürmü? Kartın vaxtı keçibsə, mən istifadəsi necə görsəlməliyəm də sonunda ki, qardaş, bəs, məsələn, sənin kartın və yaxud düzgün yazılmayıb, istifadəsi keçib, düzdür, bu məsələlər var. Və yaxud sənin ödəniş üsulu ümumiyyətlə götürmür. Düzdür, məsələn, sən fikirləşsən ki, mən girib burada PayPal-la ödəniş edəcəm, məndə heç PayPal ödənişi yoxdur, məsələn. Düzdürmü? Bax, bunların hamısını sən nə edə bilərsən? Və yaxud yoxlamaq istəyirsən ki, görüm mən istifadə etsəm bir dəfəliklə bunun hesabından 50.000 məsələn pul çıxa bilərəm yoxsa. Düzdür, çünki mən tester. Sən tester kimi. Mən tester kimi istifadəçilərin qabağına nə çıxa bilərsə, onların hamısını yoxlamalıyam. Düzdürmü? Mən bunu 50.000'lik məsəl üçün ödənişi mən necə edəcəm? Yəni deyim ki, mən deyim ki, mənə 50.000 pul ver. Bu qeyri-mümkün bir şey, düzdürmü? Ona görə bunların hamısını biz edirik harda? Test mühitimiz olur. Hansı ki, o test mühitində biz bunların hamısını rahat edə bilirik. Developerlar tərəfindən bizə şeylər və yaxud belə kartlar var ki, onların özlərinin də test kartları var və biz onu qoşuruq öz applicationımıza, bu web application saytımıza qoşuruq. Burada onları istifadə edə bilirik. Tamam. Orada da sən o halları məsələn yoxlamaq istəyirsən ki, görüm məsələn fərqli kartlar var. Tutaq ki, bu kartı yazanda birində ödəniş keçəcək, birində ödəniş keçməyəcək, birində edəcək ki, ölkə səhvdir, o birisi kodu yazanda edəcək ki, sənin kartın bloklanıb. Bunlar hamısı nə üçündür? O error mesajları çıxır qabağımıza. Biz doğrudan da onları validasiya eləyirik ki, doğrudan da bu hallarda bu mesajlar istifadəsinin qabağına çıxacaq. Tamam mı? Bax, buna görə bizə lazımdır test mühiti. Harada ki, biz o testlərin hamısını rahat apara bilirik. Bu test mühiti indi deyir ki, bizim məsuliyyətimizdədir ki, biz bu test environmenti yaradaq. Bu həmişə belədirmi? Yox. Məsələn, sən təzə gəlmişsən, düzdür, yəni bu kursu bitirmirsən ki, qəbul olmuşsan haradasa işə. Sən bunu özün yarada bilərsənmi? Yox. Heç mən özüm də yarada bilmərəm, çünki dəhşət orada çox şeylər var. Məsələn, bunun databazası qoşulmalıdır, nə bilim, databazadan ondan sonra hansı istifadə edəcəyin sənə datalarını vermək lazımdır, onlar qoşulmalıdır. Həm backendi var, o var, bu var, nəyi. Məsələn, bizdə şeydir, 6 ayda hələ heç kim eləyə bilmir. Məsələn, belə məsələlər olur. Bunlar, amma bəzi şeylər var, məsələn, mənim başqa bir təlim, o qədər kapitallıdır, deyir ki, mən getdim, bir ayın içərisində həll elədilər, indi bizim test environmentimiz var. Məsələn, kapitalda daha rahat olub. Bu işdən işə dəyişən bir şeydir. Onu şirkət təmin edir? Əslində şirkət təmin edir. Yəni, bunu sən özün oturub bu setup'ı qurmağın... Yəni, bunu köylər qurmur. Yəni, köyün, bax, köylər qurmur deyəndə ki, necə, sənin orada rolun olur. Amma yəni, təkcə mən köy olaraq oturum, mən bunun hamısını qurum, yox, yəni elə bir şey yox. Orada sənin network, sistem administrasiyasından tutmuş, backend, frontend, DevOps, databazadan nə bilim kimsə, hamı olmalı ki, çünki hər bir işi var. Yəni, sənin bildiyin
saytın kopyasını çıxarmalısan. Yəni o da tək sənin üçün deyil, çünki hamısını o qədər şeyin hamısını bilə bilməzsən, yəni. İkinci gəlir bu participation in meetings. Participation in meetings nədir? Bu köy prosesi zamanı, məsələn, işləsən, işdə bir dənə meeting deyəcəm, məsəl üçün hər səhər sən 15 dəqiqəlik belə bir meeting olur. Orada danışsan ki, sən dünənləri nə iş görmüsən və bu günləri nə iş görəcəksən. Hə? Və bir köy olaraq sən məsələn vəzifən budur ki, sən bu meetinglərə davamlı olaraq iştirak edəsən. Hə, indi iş şeyindən danışaq. Məsələn mən işə getdim, görürəm ki, elə hazırda ki, işimdə də səhər-səhər meetinglərə girirəm, görürəm ki, yəni mənim dediyimin heç kimə dəxlisi yoxdur. Niyə? Mən automation yazıram. Məsəl üçün də adamlar bu telefonu hazır edib. Hə, bu hər şey işləyir, cəmaət istifadə edir falan. Mən hələ ki bunun automation yazıram, nə bunun bir də belə yanda bu qalxacaq bildin. Yəni mən çox arxadayım. Mən adamlara nə deyim və yaxud adamların mənə dedikləri heç bir maraqlı deyil də. Yəni uyğun gəlmir bizə. Ona görə mən məsələn dedim ki, qardaş, mən bu dəqiqə iştirak eləməyim mənasızdır. Bildin və mən orada 4-5 ay demək olar ki, heç bir mitinqə falan heç birinə getmirəm. Çünki heç bir şey görmürəm, uzlaşa bilmirik, şey qalır belə. Yəni bu hər dəfə belə olacaq deyə bir şey yoxdur. Bu da yenə işləyən şeydir. Məsələn indi keçmişəm məsələn manual test edirəm ki, ayın 7-si bizdə məsələn o ödənişlərdə təzə bir sistem gətiririk deyə mən automationdan daha çox manual eləməliyəm ki, doğrudan da bilək ki, biz müştərinin qabağına normal produkt çıxarırıq. Mən automation eləsəm 1-2-3 ayda vaxt lazımdır ki, automation edeyim falan, o uzun çəkir. Ona görə məsələn indi hal-hazırda bütün mitinqlərə qoşuluram. Tamam, yəni bu işdən işə dəyişən və işin içərisində də dəyişən bir prosesdir, belə deyək. Ondan sonra bu nədir? Analysis of customer request. Analysis of customer request nədir? Məsəl üçün çox elə bir şey deyirəm. Kamran tutaq ki, gəlib ki, biz hamımız developeruyuq, mən də QA-yəm. Kamran gəlir deyir ki, məsələn, Tərlan, mən bəs belə bir sayt istəyirəm də, ödəniş sistemi olsun, nə olsun, bu olsun, nə. Nə edəcəm? Deyirəm, sən deyirsən ki, nə üçün istəyirsən də? Məsələn, Kamran deyir ki, içərisində maşın çalacaq. Düzdür, ancaq maşınlar falan olacaq. Mən nə edirəm? Deyirəm ki, bax, sən bunu edirsən də, məsələn, turbaz var da, turbazdan istifadə edə bilərsən. Düzdür, mən nə edim? Nəticədə Kamranın istədiyini analiz edirəm və yaxud Kamran deyir ki, nə bilim, mən sıfırdan tutaq ki, çat sistemi istəyirəm. Düzdür, mən də fikirləşəm ki, deməli, mən sıfırdan çat yığmaq üçün birincisi mənim komandam nə eləməlidir? Məsəl üçün, 3 ay iş görməlidir, düzdür. Ondan sonra bu, Kamranın istədiyi kimi olacaqmı, yoxsa yox, bu özü də sonra sual altında olan bir şeydir. Düzdür. Mən bunların hamısından qaçmaq üçün nə edə bilirəm ki, Kamran? Hazır, məsəl üçün, çat şeyləri var, harı ki, interkom falan var da istifadə edirlər, düzdür. Yəni, adamlar bir dənə çat şeyi yaradıblar və onu bütün saytlar istifadə edirlər. Deyirəm, yəni hazır məsələn bundan istifadə edirəm. Nəticədə nə edirəm? Kamranın dediklərini analiz edirəm və Kamrana daha optimal bir variantlar verə bilirəm. Və yaxud deyə bilərəm ki, bu elədiyin ümumiyyətlə heç bir mənası yoxdur. Bundan tutaq ki, nə qədər adam istifadə edəcək. Bizim gözümüzdə Kamran biznesdir. Hə. Bəs niyə görə biz ondan iş götürüb işləmirik? Bax, bax yenə. Kamran biznesdir. Düzdür, Kamranın 50.000 pulu var. Gəlir deyir ki, qardaş, mən istəyirəm bir dənə özüm üçün alış-veriş saytı düzəldəcəm. Düzdürmü? Alış-veriş saytının içərisində istəyirəm ki, customer support olsun. Customer support da ki, yəni məsələn mənim nəsə problemi oldusa, mən girim customer supportla danışım. Mən istəyirəm ki, customer supportun yəni normal bildiyimiz chat olsun da, düzdür. Hə, Kamran xəbəri yoxdur axı. Gəlir deyir ki, o chatı da məsəl üçün də yazmağa mən bir 10.000 pul ayırıram. Məsəl üçün də. Mən fikirləşirəm ki, amma mənim işçinin biri tutaq ki, ayı 5.000-dən işləyir. Bu mənə də sərf eləmir. Belə baxanda Kamrana da sərf eləmir. Niyə? Kamran vaxtını və pulunu itirir ortada. Düzdür? Yəni biz də pul qazanmırıq və vaxtımız da gedir də. Yəni heç birimizə şeydir. Yəni bu bir lap pulla belə şey gəlsə, yenə də Kamran bizim istədiyimiz pulla versə, orada da razılaşsaq, vaxt söhbəti var. Ondan sonra mən o çatı yazandan sonra davamlı olaraq o çatının üzərində şey eləməliyəm də ki,
nəsə problemləri olmasın. Çünki belə şeylər olur. Məsələn, developer götürür bir şey yazır, bunu düzəldir. Bunu düzəldəndən sonra görsənir ki, başqa şey getdi, qırıldı orada. Tamam, belə şeylər çıxır ortaya, bildi. Tam həll eləmək olmur o problemi. Ki, bir dəfəli tutaq ki, 50 min almışıq. Ya. Bəs ondan bu... Bax, o olur. İndi biz onların hamısını keçəcəyik. Elə bir şey yoxdur ki, ümumiyyətlə, sən deyəsən ki, mənim bu proqramım 100% burada heç bir şey yoxdur. Belə bir şey ola bilmir. Hətta belə bir şey var ki, deyir o 100% kimsə deyirsə, var. Yəni 100% şey olmağın özdə bir problemdir əslində ki, 100% ola bilməz. Elə bir şey olmur. Hayır, bizə o, mən elə real işlərdən danışmaq istəyirəm də. Atıram, biz ölkə daxili ödənişlərin bu təzə sistemin hamısını düzəlmişik filan, hər şey qəşəngdir, bomba kimi işləyir. Keçmişik indi öz hesablarımız arası ödənişləri edirik. Öz hesabları arasında ödənişləri adamlar developer yığanda nəsə səhv eləyib. Həmin o səhv ki, burada belə öz hesabları arasında olan səhvi düzəldir. Həmin o düzəltdiyi səhv gəlib ölkə daxili ödənişdə səhv çıxarır. Nə səhv çıxarır? Mən götürürəm oradan məsələn ikinci hesabı seçirəm ki, məsələn kreditor hesabım bu olsun. Sonra create eləyəndə, yəni ödənişi yaratmaq istəyirəm, deyir ki, kreditor hesabı seçməmisən. Mənə görsənir ki, seçmişəm, amma aşağıda yazır ki, seçməmisən və ödəniş keçmir. Neydi? Ondan heç xəbəri yoxdur. Çünki bu tamam başqa yerə işləyib, yeri tamam başqa şey xarab olur. Burada da eyni şeydir. Məsələn, bu adam tutaq ki, çatın bir tərəfini düzəldilə bilər ki, başqa şey qırıla bilər falan. Yəni sən bu ilə niyə məşğul olursan, düzdürmü? Yəni bunu eləməkdənsə, deyirsən ki, qardaş, gəlirsən ayda $80 versən, bir dənə customer support chatı alırsan, customer support chatı alırsan, qoşursan saytına. Nəsə də problem oldu, $80 içərisində özləri də sənin supportuna baxırlar, nə istəyirsənsə eləyirlər. Və salam, bitdi. Bu arada həmin o customer support dediyim bu intercom var. Ki, deyəsən, siz dəfə ondan istifadə edirsəm, intercom. Bax, customer service şeyi. Bax, bu adamlar bir dəfə bu işlə məşğullar. Ki, bir dənə şey var, customer support chatları var filan, onu necə düzəldə bilirsən filan. Adamlar 1 milyardı keçiblər, yəni 1 milyard vururlar yəni bununla. Təkcə bir dəfə belə balaca bir dənə məhsuldur bunu satmaq. Yəni o qədər adam istifadə edə bildin. İndi sən bunu alarsan, ayda məsələn $60, yoxsa gəlib $5000, 5000 manat verib sıfırdan nəsə yığarsan yəni. Bu da az sərf edir də. Hə, rekord gedir. Bir də rekordun. Software bug tracking nədir? Tutaq ki, mənim kartımda da pul var. Mənim girmişəm hansısa bir malı almaq istəyirəm. Mənə bir dənə error verir. Məsəl üçün 500, o 400-lər falan görmüsünüz məsələn. 400 demirəm, 500 nədir? 500 server errordur. Məsələn, çünki mən serverdə nəsə problem var deyə. Hə, sayt hansı serverdəsə, belə deyək. Onları danışacağıq şeydə, API dərslərini falan başa düşəcəksiniz tam olaraq. Dəqiq belə edirəm. 404, düzdür? Bax məsələn, lap 404-ün özündən misal çəkim. Mən malın şəklini görürəm, düzdür? Malın şəklinin üstünə basıram ki, girim bunu alım. Mənim qabağıma çıxır 404 tapılmadı. Düzdür? Amma əslində bu mal baxıram ki, yazıb da burada stokda 10 dənə var. Amma mən üstünə klik edirəm, görürəm ki, yoxdur, heç yoxdur. Məli bu nədir? Bu bug'dır. Tamam, yəni mənim normalda nə olmalıydı? Üstünə klik edəndə. O malı girib təsvirini göstərməlidir. ISO, hə, bax bu şeylər olmalıdır, düzdür. Add to cart falan olmalıdır. Mənim qabağıma atır 404. Düzdürmü? Yox, düz bir şey deyil. Buna görə də mən nə etməliyəm? Bir tester olaraq belə bir şey gördüm. Mən girirəm bug ticket yaradıram. Danışacağıq bug ticket nədir? Bug da yəni bildiyimiz, yəni actual bu bug'dır. Və bug tracking nədir? Mən bu bug'ı açandan sonra mən bunun davamlı olaraq belə deyək ki, lorundan arxası da düşməliyəm ki, doğrudan da bu bug həll olundu. Bildim? Onun da prosesləri var. Məsələn, hansı halda ola bilər ki,
həll olunmasın, ümumiyyətlə qravada qalsın. Hə. Belə bir bir dəqiqə görsədən bilmirəm də onlar sizə. Amma gələcək Jira falan yaradacaq hamısını, onların üstündə işləyəcək, o baqları necə yaradırıq falan, ondan sonra o baq yaradandan sonra hansı proseslərdən keçir falan, onun çalan prosesləri var. Hə, belə qorxulu gəlməsin, çalan belə şeydir, çətin bir şey deyil. Hansı hallarda məsəl üçün o baq məsəl üçün deyirsiniz ki, bu baqdır, amma onu deyirlər ki, yox, bu baq deyil ümumiyyətlə, bu hallar falan da olur. Ki, belə məsələlər var. Bunlardan. Hə, bu dəqiqə ki, burada bu məsələ nədir? Bug tracking. Siz o baqı bayaqlar dedim, o 404-ü yaradandan sonra məsəl üçün gəlirsiniz, mən tutaq ki, developeram, gəlirsiniz mənə deyirsiniz ki, bax, falan belə bir bug çıxmışdır, amma mən bunun sorğusunu yaratmışam, artıq səndədir. Və mən bunu eləyəcəm, ondan sonra sizə göndərəcəm ki, yoxla, nə bilim, nə. Bunların hamısını siz izləməsində olmalısınız tamamlı olaraq. Həm də biz tələb etməliyik sizdən ki, bunu həll Hə, bu necə ola bilər? Məsəl üçün, belə bir şey də ola bilər ki, tutaq ki, saytın aşağısında məsələn qırmızı rəng olmalı idi, belə orada bir qırmızı liniya olmalı idi, indi yoxdur. Hə, bu heç bir problem yaratmır da belə baxımda istifadə edir, düzdürmü? Hə, bu bug nədir? Deməli, çox vacib bir şey deyil. Amma ağlımızda qalmalıdır. Mən yenə sorğunu yaradıram. Hə, şey deyirəm, orada böyük bir belə list var da, mən o listin içərisinə atıram ki, bax, bizim belə bir şeyimiz var. Amma özümüzdə yenə saxlamalıyıq ki də, biz bunun da nə vaxtsa düzəlməliyik. Tamam, yəni mən bunu elə yaratdım, atdım, qaldı orada, yox. Elə bir şey olsa, mən sizə gələn dəfə görsədərəm, 47 dəfə bug yaratmışam, amma biz ilişib qalıb. İndi deyirlər ki, elə bax gör hansı vacibdir, amma mən nə bilim, mən bura yandan yaratmışam, qalıb hamısı xaos olub orada, bir dəqiqə başım çıxmır ki, nədir. Sonra, Analysis and Execution Test Cases. Bu yerini, bax, video gedir. Bu yerini, bu test case ümumiyyətlə bilmirsiniz deyən nədir? Bu yerini mən keçirəm bu dəqiqə. Çünki burada gələk test case ümumiyyətlə anlayışını biləsiniz ki, ondan sonra bu analysis və execution nədir? Sizin belə dedim də, çox qısa olaraq. Tutaq ki, bax, bunu deyim. Bax, sən test case məsələn yazmaq istəyirsən ki, məsələn buradan gələcəksən, məsələn my trip'ə klik edəcəksən, lazımdır, bax, sənə bu upcoming trip səhifəsi gəlsin, çıxsın, düzdürmü? Hə? Test case sən nə edirsən? Prosta addımları yazırsan. Bax, necə addımları? Deyirsən ki, tutaq ki, my trip səhifəsinin açılması üçün olan bir test case yazıram. Çox sadə bir şeydir. Mən hal-hazırda buradayam, bu səhifədəyəm. Buradan gələcəm, bunun üstünə, bu elementin üstünə hover edəcəm. Hə, bax, necə? Hover, necə olacaq? Bax, hover elədim. Mənim qabağıma nə çıxdı? Bu çıxdı, düzdürmü? Bunun üstünə klik elədim. Qabağıma nə çıxdı? Bu çıxdı. Bu test case. İndi biraz belə çətin gələ bilər. Bir 4-5 dəfə yazandan sonra rahatlaşacaqsınız. Qeyd edin. Və test case analysis execution nədir? Tutaq ki, siz gələcəksiniz hesabları şirkətə, görəcəksiniz ki, çoxlu test case'lər var, düzdürmü? Və yaxud bir test case elə ola bilər ki, heç dəxlisiz bir şey olsun da və tutaq ki, hesabları bu MyTrips'i götürüb buradan, nə bilmək, qırağa bir yerə atıblar, düzdürmü? Bu öz qüvvəsini itirir də. Tamam mı? Bax, başlayalım. Mən bu dəqiqə MyTrips'ə buradan girəm, düzdür. Sabah deməyim də, 2 ildən sonra bu adamlar deyirlər ki, qardaş, biz ümumiyyətlə burada MyTrips istəmirik. Sən də test case-in update olmayıb, baxı, elə də qalıb, düzdür. Bunu bura gəlirsən, görürsən ki, MyTrips heç burada yoxdur. Sən demə, bura nə bilmək, tutaq ki, ancaq buradan girə bilərsən. Görürsən, MyTrips var, burada var. Ancaq buradan, bayaqlar necə girirdim buradan, düzdür. Hə, indi dəyişib, ancaq buradan girə bilərsən. Sən deyirsən, analiz edirsən ki, görüm doğrudan da bu test case hal-hazırda işləyirmi, yoxsa
Okey. Başa düşəcəksiniz. O test case tərəfi. Məsəl üçün, müştərinin tələblərinə uyğun yazılıb onda. Bəli. Müştəri bizdən istədiyini biz deyirik ki, bu səhifəyə girəndə bu belə oldu. Bəli. Yazacaqsınız bir içərisində bir 100 dənə, 150 dənə yazacaqsınız da ki, öyrəşəsiniz. Yəni execution-da nədir? Mən test case-ə baxıram və test case-də nə yazılıbsa, onları başlayıram eləməyə. Məsələn, sayta keç. Sayta keçəndən sonra qabağımda nə açılmalıdır? Sayt açılmalıdır. Onlara uyğun biz başlayırıq. Qarşılıqlı. Qarşılıqlı. Görə bax. Bax. Qatdı. Bax. Test case nə cavab verəcəm? Ən başda. Bax, sayta keç. Düzdür. Mənim saytım nədir? Proya.vitravel.tu. Düzdür. Onun qabağında görəcəksən yazıb ki, sayta keçəndən sonra sənin qabağı bax bu səhifə çıxmalıdır. Düzdür. Bu səhifə çıxırmı? Çıxır. İkinci addım nədir? Bu Emilin üstünə gəl. Üstünə gələndən sonra səndə gözlənilən nəticə görəcəksən. Gözlənilən nəticə nədir? Bax bu sənin qabağa çıxmalıdır. Məsələn 6 dənə. Ay sol, hə. Bax bu çıxmalıdır. Çıxdı mı? Çıxdı, əla. Ondan sonra deyirəm ki, hə, üçüncü addımım nədir? My trip'in üstünə klik elə. Qabağıma nə çıxmalıdır? Upcoming trip siyahısı mənim qabağıma çıxmalıdır. Sonra bu sənin test case-in Bu bitdi. səhifədə emailin o sözü yazmalısan. O qıraqdakı Qıraqdakını da yaza bilərsən. Onu danışacağıq ki, hansı halda qıraqdakını yazmalısan, hansı halda tutaq ki, bunu yazmalısan və yaxud bunların hamısını yazmalısanmı, yoxsa yox. Bunların hamısı onların belə ayrıca özlərinin test case olur. Çünki sən baxır ki, sən bu sözün bura çıxmanı yoxlayırsanmı, yoxsa bunu yoxlayırsanmı, bu burada olsun deyirdin. Onların hamısı ayrıca bir case-dir. Böyük işlərdə onlara ayrılacaq. Ümumiyyətlə biz heç test case yazmırıq. Hə. Yox, biz necə eləmişik? Biz automation-ı eləmişik ki, automation özü test case yazır. Heç biz onu əldə etmirik. Bildin, o girir özü orada yazır özü. Amma biz elə işlətməliyik ki, Azərbaycan özümüz yazaq ki. Hə. Bizə tərsinə işləyir. Biz belə yazırıq, oradan özü yazır verir ki, gəlin. Görsənəcəm o prosesləri sizə. Proses indidən eləsəm, bu birinci dərsdə. Yəni bir hə, doğrudan nədir? Yəni bu qədər şey danışırıq. Ha, bu teoriyadır. Yəni işə gedəndə işdə çox fərqlidir. Yəni dəhşət fərqlidir. Yəni mənim də şeyim oldu ki, biz o iş şeyini hazırlaşaq. Hə, bir dənə o işə girmək üçün intervyu şeyləri lazımdır bizə. Hə. Yəni bu qədər proses var ha, bax bu qədər proses hələ kağızdadır yəni. İşdə bax sənə lazım ola biləcək budur. Bu bəzi hallarda şirkətlər asılır, sən birbaşa customerla işləyirsənsə heç. Məsələn məndə indi orada 1 il 6 aydır oradayım, hələ bu axırıncı ayda olub ki, mən biznesə yazıram ki, filan şey belə olmalıdır, yoxsa belə olmalıdır, düzdürmü? Yəni gör nə qədər vaxtdır. Bu məsələn məndə arada bir olur da. Bu davamlı olacaq bir şeydir və bu bizim işimizə aiddir. Hə. Yəni bu sizin qabağınıza çıxa biləcək şeylərdir. Amma yenə bax ona görə may include, yəni ki, ola bilər. Qabağıma çıxa bilər, amma o demək deyil ki, qabağıma çıxacaq. Bildin? Maintaining content. Bu test managers bizdə heç ümumiyyətlə test manager yoxdur. Mən ümumiyyətlə nə qədər test manager görməmişəm. Bu test managerlər nədir? Məsəl üçün təzə gəlmisən, düzdürmü? Sən hansısa bir tutaq ki də problemin var və yaxud çox sadə götürək, problemin var və o problemi sən də bilmirsən necə eləyəcəksən problemi. Şəxsi problem də ola bilər. Bu şirkətləri bu şeyləri nəzərə alır. Məsələn, belə görüşlər olur ki, tutaq ki, oturursan, sən indi burada test manager yazıb da, düzdür, test manager olmaya da bilər. Test manager yoxsa yenə də sənin üstünə kimsə olmalıdır, şey kimi ki, öz dərdi ona deyəsən. Bu sənin şəxsi problemin də ola bilər. Məsələn, adam deyər ki, Tərlan, niyə işləməmisən? Hə, bu hər yerdə var yəni. Mənim mencerə məsəl üçün ki, o iştimin mencerdə mənim. Biz normalda o da danışdıq.
tutaq ki, qabağımıza hansısa bir səhv çıxdı, düzdür, saytda tutaq ki, nəyisə yoxlayırıq. Biraz sənə şey gələ bilər, üzrü videodan sonra başa düşəcək. Saytda nəyisə yoxlayırıq, ondan sonra qabağımıza hansısa bir səhv çıxır. Okay. Bu səhvin də öz növləri var. Yəni necə? Bu səhv necə ola bilər? Tutaq ki, ola bilər ki, developer dediyim kimdir? Proqramist, hansı ki, ya front-end, ya back-end. Front-end, back-end nədir? Bunların hamısını deyəcəm. Hansısa səhv eləyir, tutaq ki, onun tərəfindən ola biləcək bir səhvdir. İkinci nə ola bilər ki, məsəl üçün də qeydiyyatdan keçmək istəyirsən, alınmır, niyə alınmır? Sən məsəl üçün internet səninlə gedib, ona görə adam qeydiyyat edir və yaxud ödənişləri edə bilmir, düzdür? Bu da normalda səhv kimi gedir. İndi deyəcəm onda. Cavab buradan başlayır. Burada qarşı biz onlardan söhbət edirik. Bax, burada error var. Error nədir? Bunun azbədən tərcüməsi var, yoxdur. Error normalda gəlir insanlar tərəfindən olan bir şeydir. Bax, mən məsəl üçün hansısa bir login funksionallığı deyək, login funksiyonallığını bilib başa düşür nədir? Login deyəndə nə başa düşürük ümumiyyətlə? Yəni bildiyimiz login mən nə edirəm? Mən gedirəm, hansısa bir sayta girəndə götürürəm username yazıram, parolumu yazıram, ondan sonra daxil ola klik edirəm, məni atır hansısa bir səhifəyə, düzdür? Bu login funksionallığı gedir. Tamam mı? İndi mən developer kimi götürürəm, məsəl üçün də parol hissəsində, parolu yazanda nələrə fikir verirlər, normalda nələr çıxır qabağımıza. Parol nə cür olmalıdır? Okey. 8-dən məsələn az olmasın. Mənə bunların hamısı normalda əvvəlcədən verilir. Tamam. Bunların hamısı əvvəlcədən product owner tərəfindən və yaxud biznes tərəfindən mənə verilir ki, bax, filan şeylərə fikir verməlisən, düzdürmü? Mən bunları ortada ola belə bir hallar olur ki, mən bunları biraz qarışdırıram və aləm vururam biri-birinə. Nəticədə nə olur? Sən qeydiyyat eləməyi istəyəndə sənə bir error çıxır ki, tutaq ki də, deyir ki, sənə orada error mesaj kimi göstərir ki, adını yazmalı deyilsən. Sən də adını yazmamısan doğrudan, amma yenə sənə göstərir ki, yox da sən adını yazmısan. Düzdür, bu nədir? Bu errorda hansı ki, o səhvi mən buraxmışam. Bu developer tərəfindən qaynaqlanan bir şeydir. Bu halda ona deyirlər error. Defekt nədir? Bax, tutaq ki, yenə biz login eləyirik. Logindən sonra bizə hara atmalıdır? Məsələn, ana səhifəyə, düzdür, əsas səhifəyə atmalıdır. Bu bizə verilib şeydir. Biznes tərəfdən bizə verilən şeydir ki, bax, sən login olandan sonra, istifadəçi login oldu, logindən sonra bizə atmalıdır əsas səhifəyə. Landing page deyirlər. Landing page etməlidir. Amma bizə hara atır? Məsələn, ödənişlər səhifəsinə. Nəticədə nə olur? Tester gəlir, yoxlayır, baxır, görür ki, dokumentasiyada belə yazıb, mənə filan yer atmalı, amma burada atır hara? Məsələn, ödənişlər səhifəsinə. Bu, burada nə gedir? Defekt deyirlər buna. Ondan sonra bug və incident. Developerin səhvidir, defekt. Yox. Developerin səhvidir, o da developerin səhvidir. Hamısı belə baxanda gəlir developer səhvi gedir. Ümumiyyətlə, bax, bu anlayışlar burada var ha. Bunların hamısını işdə heç birini demək olar ki, istifadə edəmirsən, hamısına prosta bug kimi edirsən, gedir. Amma məsələn, bəzi hissələr var ki, tutaq ki, burada incident var da, məsələn, bizdə hal-hazırdakı iş yerində necədir? Incident bunlar nəyə deyirlər? Hansı ki, müştəri tərəfindən, müştəri nəsə bir problem yaşayırsa, düzdür, onu report edir banka ki, bəs belə bir ödənişim keçməyib, nə olub. Bunu bizdə incident adı ilə açırlar, onun taskını ki, və developer göstərirlər ki, bax, filan problem yaşayırmışlar. Bu gəlir bizdə incident. Amma bank daxilində kiminsə tapdığı hansısa bir səhv, o bizdə gedir bug kimi. Tamam, hansısa bir bayaqlar dedim, o error filan belə şeylər yox ha. Daha sonra başqa bir error misalı bir dənə verim sizə. Həmin o bayaqlar dedim, internet yoxdursa, tutaq ki,
eləyirəm, nədir o? Username yazmışam, parolunu yazmışam. Login buttonuna klik edirəm. Görürəm ki, qabağıma belə heç nə çıxmır da, qabağıma heç nə çıxmır. Qalıram belə ki, nə oldu da. Yəni bunun özü də errordur. Hə, bunun özü də error gedir. Daha sonra burada nə var? Failure. Fail nədir? Həm də o bayaqlar dediyim o yenə şey var. Hər dəfə məsəl üçün mən qeydiyyat edə bilirəm. Amma bu dəfə belə oldu ki, mənim internetim gedib. İnternetim gedib də nə olur? Prosesim yarıda qırıldı da, düzdür? Prosesim yarıda qırıldığına görə bu həm də fail gedir. Biraz belə qarışıqdır, başa düşürəm. Amma bu arada bunu xoşlayırlar bəzi intervyu suallarında, bəzi necə? Yox. Sadəcə terminləri bilməyə görə. Bizim keçdiyimiz nədir? Bizim keçdiyimiz proses G prosesində, yəni ki, həm terminləri başa düşmək, həm iş prosesində bunlar necə olur, mən də keçirəm. O ilə də paralel olaraq hansı hissələri məsəl üçün sizə intervyuda suallar verilə bilər. Onları da bu videoda qeyd edirəm ki, biraz araşdıra bilərsiniz. Bəzi hissələr olacaq ki, onların üstündən, onların normalında oturub baxmaq lazımdır, öyrənmək lazımdır. Çünki hər dəfə o sualları xoşdurlar vermək. Məsələn, tutaq ki, bankla bağlı belə bir açma yazılıbdır, bunu bizə kifayət edir, yoxsa? Bankla nə? Məsələn, yazmışlar mısın qabağındakı nə deməkdir? Məsələn, bunu bizə kifayət edir. Belə ilk başlarda şey gələ bilər, belə biraz çətin də gələ bilər ki, hansı ki normaldır, başa düşməyə bilərsiniz, amma bir praktika üstünə bunu eləyəndən sonra, orada başa düşəcəksiniz ki, bu bug imiş, bu fail imiş, belə şeylər görəcəksiniz. Daha sonra failləri danışıq. Debug prosesi isə necə bir proses görsədim bu dəqiqə sizə? Bax, tutaq ki, məsəl üçün gəlirəm bura. Google.com-a girdim, düzdür. Bax, debug məsələsi nədir? Mən gəlirəm bura. Mən burada nə iş görürəmsə, bunların hamısı, baxın, burada network var. Görürsünüz? Bu dəqiqə sizlik deyil, bura biraz advanced-dir. Amma bir ikinci ayımızda falan biz buralara da baxacağıq, buranı başa düşəcəksiniz nədir. Bax, tutaq ki, mən burada, görürsünüz, hal-hazırda arxana nəsə proseslər gedir. Mən burada bu image-ə klik edəndə, bu necə olur, mənə aparır, şəkilləri atır. Və yaxud mən Gmail-a klik edirəm, bu necə olur, aparır, mənə Gmail-a atır. Yəni, bu proseslər necə edir? Biz bunların hamısını izləyə bilirik əslində. Və mən bu Gmail-a klik edəndə, görürsünüz, burada sorğular getdi. Nə qədər sorğu getdi? Olmazdı ki, mənim Gmail-im düşməzdi ki. Bax, məsələ odur. Mən nəsə iş görürəmsə, arxada proses edir və həmin o proseslərin hamısında biz burada networkdən izləyə bilirik. Və belə bir hallar olur ki, tutaq ki, mən o işi görürəm, orada hansısa bir qırılma yaşanır və yaxud görsədim də sizə. Və məsələn, mən bura girməyə çalışıram, düzdür. Bax, bura girəndə, indi siz gələcəkdə bunları öyrənəcəksiniz. Bu 200 nədir, 204 nədir, o nədir, bu nədir, bunların hamısını öyrənəcəksiniz. Bax, bu proseslərin hansısa bir, o 404 falan qabağı görmüsünüz də, yəni normal şeydə. Bax, onların hamısı da bax, bu kod statuslar kimi belə bir şeylərdir. Bunların hamısı düzgün cavablar alandan sonra sizin prosesiniz yerinə yetmiş olur. Əgər görürsünüz ki, yox, iş görəndə hansısa bir qırılma varsa, böyük ehtimal ki, buradan qaynaqlanır və o prosesdə siz baxa bilərsiniz, amma ki, biraz təcrübə tələb edir. Hal-hazırda belə deyil, debug işi çox da sizin üstünüzdə olmayacaq. Tamam mı? Yəni, debug daha çox development biliyi olan
adamlar falan onlar baxır da. Belə. Debaqın üstündə çox ilgili qalmırıq. Tak. Bunu bu əslində çox maraqlı bir şeydir. Verification və validation. Bu iki dənəsi var ha, baxın, bu və bu. Bu ikisini götürürsüz, siz evdə mənə maraqlı ki, və bunu necə başa düşəcəksiniz. Verifikasiya və validasiya. Bu ikisinə siz baxırsınız. Tamam, və siz gəlib mənə danışırsınız, görüm necə başa düşürsünüz. Müəllim bilir. Çətin bir şey deyil. Bir də bir şey deyim. Mən belə fikirləşirəm ki, Slack açmağa ehtiyac yoxdur. Gəlin hamısını WhatsApp bir dənə community yaradaq. Onun üstündən məncə eləyə bilərik də. Hamı okeydirsə. Mən mail kodu yazmışdım. Ben keşfedildim. Onda mən indi qrupda yazıram. Deməli, evdən aya baxırıq. Verification. İndi bir şey. Verification və validation-ı bunu oxuyub gəlib mənə tərcüməsini demirsiniz ha. Bu mən də bilirəm. Bunu oxuyub tərcüməsini demirsiniz. Konkret olaraq necə başa düşürsünüz? Bu prosesdə, iş prosesində bu necə olur? Məsələn, bunu araşdırırsınız. Gəlib mənə normal bir şey deyirsiniz. Aydındırmı? Bu sizlik. Bunun bu bir tərəfi mənlik. Sonra bizə testing bu teoremləri, bunları getdikcə başa düşəcəksiniz. Baxaq ki, mən bu dəqiqə girirəm bura. Yəni sayt. Ara girək məsəl üçün. Swag. İndi baxırıq ki, bu ümumiyyətlə black box testing yazılıb burada. Düzdür, bu black box testing nə deməkdir ki? İnternet var, bura işləmir, bilmirəm niyə. Başqa bir şey tapa bilirik. Atıram da, tutaq ki, bura. Məsəl üçün, biz bu saytda, biz bura test eləməliyik, düzdür? Bu saytın özünü test eləməliyik. Burada, məsəl üçün, tutaq ki, mən loginu yoxlayacam, düzdürmü? Mənə deyiblər ki, loginu otur yoxla, gör necə işləyir. Və yaxud sign up yoxla. Mən bana eləyəcəm, mən bu sign up'a klik eləyəcəm. Bu sign up'a klik eləyəndən sonra nə çıxır? Mənim qabağıma tutaq ki, belə bir şeylər çıxır. Birinci tutaq ki, klik eləyirəm bunun üstünə, görüm nə olacaq. Hər yeri apardı, atlayır. Gətirdim, mən bura çıxar, düzdür. Mən burada necə şeyləri yoxlaya bilərəm, necə test eləyə bilərəm. Tutaq ki, bura ağzıma gələn yazaram, bura nəsə yazaram, nəsə yazdım. Sonra buna klik eləyərəm, görüm nə oldu. Düzdür, mən çox sadə və elə istədiyim kimi də bildim ki, baxım görüm nə olacaq. Bu gedir nə? Bu gedir black box testing, yəni necə? Biz bu testi elədik, düzdür. Arxada hansısa nə proseslər baş verdi, nə oldu, bundan xəbərimiz oldu. Bayaqlar biz danışdıq, networkdə görsəkdim, sorğular gedir, nə oldu? Xəbərimiz oldu mu ondan? Heç birindən yox. Düzdür, və yaxud adi bir şey. Girirsin amma Google'da və yaxud nə bilmək, Trendyolda tutaq ki, nəsə axtarırsınız, düzdürmü? Arxada rəng zat seçirsinizsə ki, rəngi belə olsun, razmer belə olsun, bu olsun. Arxada o necə olursa gətirir, onu çıxardır filan. Onu bilirsinizmi? Yox. Bunu siz test tərəfindən də eyni cür yanaşsaz, bu elədiyiniz test black box testdir. Yəni ki, sizin
daxili koddan, yəni source kod deyirəm. Source koddan heç bir xəbərimiz yoxdur. Sadəcə sizə görünən hissəsi ilə testlər aparırsınız. Aydındır mı? Bu gedir bizdə black box testing. Yəni ki, kodlardan heç bir xəbərimiz yoxdur. Bir də var ki, bizdə nə? White box testing var. White box testing nədir? Bunu siz eləmirsiniz. Bunu sizin işiniz demək olar ki, deyil. Amma bəzi bu daha çox developer işləridir. Amma bəzi yerlər var ki, orada white box testing. Bu artıq bildiyimiz kod var. Hansı saytın bütün kodları falan var. Orada arkada funksionallıqlar var. Tutaq ki, elə bu bayaqları göstərdiyim. Bax bu var ha. Bunun özünün arkada bir funksionallığı var. Nə? Bax bunun özü təkcə first name. Mən bura yazı yazmasam, heç nə yazmasam da sign up eləyə bilərəmmi? Normalda olmalıdır, düzdür. Bunun hamısını developer bu bizə gəlib çatmayana qədər arkada özü üçün testlər yazır. Ki bu boş ola bilməz. Burada adam 500 dənə hərf göndərə bilməz. Düzdürmü? Və yaxud hansısa bir işarələr var ki, o tremre, nə bilim, nə və yaxud hamısını bomboş, mən backspace-i belə çoxu basıb el göndərə bilmərəm, düzdürmü? Və yaxud adımla familiyam arasında bu boydana backspace yazıb göndərə bilmərəm. Onların hamısını, bütün funksiyonallarını yazır və o funksiyonalları yoxlamaq üçün developer öz kodundan test yazır. Aydındır mı? Və nəticədə nə olur? O testlər əgər hansısa keçmirsə developer orada düzəldir və sizə gəlib çatanda artıq onu yoxlamağa ehtiyac olmur. Çünki developer onu yoxlayır. Bu test mərhələləridir, bunların danışacağıq. Bu da bizdə nə gedir? White box test. White box test nədir indi? Bizim bu arada mən bunu danışıram. Bu indi belə danışıram. Bizim əlavə olaraq black box testdə, gray box testdə, white box testdə hamısına ayrı-ayrıca dərslərimiz də var. Amma bu qabaqda olacaq. Bunun üstündə bir dəfə indi belə danışdıq. Getdi yox, elədir. Prosta bu giriş kimi də belə təxmini başa düşək ki, nədir? Bu da gedir bizə white box testing. Yəni ki, mən daxili koda yazdığım testlərin hamısı gedir məndə white box test. Daxili koddan mənim xəbərim olmadan belə gördüyüm testlər hamısı gedir black box testing. Tamam mı? Sonra gəlir severity və priority. Severity və priority bunlar biraz maraqlı məsələlərdir. Bax, severity nədir? Tutaq ki, bizim bir dənə saytımız var. Nə saytı olsun? Trendyol. Hamımız bilirik də Trendyol. Əla. Trendyolda sizcə hansı funksiya olmasa da sizin işiniz yəni gedir də. Yəni hansı funksiya xarab olsa, sizin işiniz gedir. Bəyənmək. Olmasa problem deyil də sizə. Okey. Başqa? Logosu. Logosu? Logosu problemdir əslində. Logosu, şirkətin logosu çox böyük problemdir. Şirkətin logosu funksiya olmasa da biznes tərəfində çox böyük təsir edir. Funksiya deməyək də, yəni hər şey. Saytda nə olmasa sizin üçün okeydir. Bəyənmək xanım demişkən, olmaz. Başqa? Kommentari yazmaq bizim üçün okey deyil. Çünki lazımdır. Digər Amma bəyənmək xarab olsa, sizin işinizin qabağını almır, düzdür? Siz kommentariya məsəl üçün yazmasan, tutaq ki, desən, bu sənin işini neyinir? Qarşısını alır. Qarşısını alır da demək olar ki, çünki Niyə sən paltarı ala bilsən axı? bir nəfər almalıdır ki, burada. Yox, sən kommentar, bax görürsən ki, kommentariya əvvəlləri kimsə yazıb, hə? Sən də alırsan. Ona uyğun sifariş verirəm məsələn. Okey, bax elə bil ki, var, kommentariyalar olub indiyə qədər. İndi sən alırsan, girsən kommentariya yazmaq istəyirsən, görürsən ki, kommentariya yaza bilmirsən, deyilsən də. Bu mən yazmayım. Oradakılara görə onu tövsiyə edirlər məsələn. Bu bizdə bax gedir severity. Yəni ki, yaranan problem və veb-sayt, yaranan problem veb-sayta nə qədər təsir edir? Olur. Bax bu bizdə gedir severity. Bir problemin application deyim yavaş-yavaş bunlara,
Çünki biz sayt deyirik, normalda ona sayt yox, daha belə professional yanaşsaq, web applikasiyadır, web application. Yəni ki, bizim baqımız web application-a nə qədər təsir edir? Məsəl üçün, ödəniş sistemi işləməsə tutaq ki də, bu nə qədər təsir edir və kommentariya yazmaq və yaxud like eləmək hansı? Görsən, Severity şeyləri var da. Bu gedir Severity. İndi Severity-də levelləri falan var, onlar barəsində danışacağıq qabaqda. Bir də gedir Priority. Priority nədir? İndi siz işdə Severity demək olar ki, görməyəcəksiniz. Çünki indi elə bir yox, var, Severity var, amma bilsən necə? Priority elə bir şeydir ki, yəni belə Severity tutaq ki, bu Severity çox yuxarı ola bilər nəyəsə. Düzdür ki, bu məsəl üçün də saytın hansısa bir hissəsi ola bilər ki, əslində çox böyük hissədir və sayta çox təsir edir. Amma adamlar ondan az istifadə edir. Bildin? Sən gəlib niyə onu düzəldəsən? Yəni belə orada analitik pluginlər olur da, sən yoxlaya bilirsən ki, görün ümumiyyətlə bizdə istifadə etsələr, bax bu yerə nə qədər gəlib istifadə edirlər, nə edirlər falanlara görə, düzdürmü? Mən baxıram ki, görürəm heç buradan biz bu boyda şey yazmışıq, heç kim istifadə eləmir, düzdür? Mən bunu bu dəqiqə niyə düzəldim? Düzdür, mənim üçün vacib deyil. Mən ona görə daha çox nə edirəm? Prioritet deyilən bir şey var ki, prioritet məndə nədir? Bu dəqiqə mənim loqom, məsəl üçün, Temun loqosunun əvəz olunub, düzdür? Mənim loginim işləmir və ödəniş sistemim işləmir. Mənim üçün hansı daha vacibidir? Mən hansından daha çox pul itirəcəm? Ödəniş sistemi işləmir. Amma məsələn, belə şirkətlər var ki, onlar üçün loqo daha çox vacibdir. Bu, halbuki bu var da, məsələn, məsələn, Kola. Loqosu dəyişir, amma milyonlarla ödənişlər var. Bax, Kola olsun, nə bilim, belə də, hara deyim, belə balaca oradan nəsə ala bilərsən, marketplace var, düzdür, az məhsul satırlar, amma ki, adamlar çox böyük brendlərdə, bax, tutaq ki, Gucci, düzdür, Gucci-nin normalda saytından nə qədər sifariş olunur və lokal mağazindən gelir nə qədər alınır, düzdürmü? Gucci məsəl üçün şeyi daha çətin, onların loqolarını dəyişməyi, onlara milyarda başa gələ bilər, amma ki, ödəniş sistemi işləməməyi o qədər çox belə böyük bir problem deyil. Məsələn, onlarda görsən, onlarda prioritet daha çox loqodur. Amma məsələn, Trendyolda olan, indi mən belə deyirəm, amma demirəm, elədir. Yəni, misal kimi deyirəm, amma Trendyolda daha çox nədir? Onların lokal mağazinləri azdır, hamısı online'dır, düzdür. Bunlar üçün ola bilər ki, loqo deyər ki, əşki, loqo sabahlar eləyərik. Məsələn, bu dəqiqə bizə, nə bilim, dəqiqədə 10 min, 20 minlik alış gedir, düzdür. Bizim ödəniş sistemi işləmir, biz onun birinci düzəlmək. Bu dəqiqədə bütün proseslərin hamısı prioritetə görə, bütün iş yerlərində prioritetə görə ki, müştəriyə nə vacibdirsə bir dəqiqə, onu eləyəcək və salam. Və salam. Bitti. Daha sonra test case, test senaryo bu dəqiqə danışmıram. Çünki test case, test senaryonu buradan oxuya bilərsiniz. O da əslində danışmışdım mən şeydə ki, baxdaq ki, test case nədir? Necə başlayalım, belə çox loru bir formada da. Buradan göndərəcəm tərədən. O pullu kanalda yoxsan sən? O pullu kanalda yox. Bax, test case tutaq ki, nədir? Mən hansısa bir iş görəcəmsə, o işi mən görəndə nə addımlar atıramsa, onları mən deyirəm test case. Bax, tutaq ki, mən bunu yoxlamaq istəyirəm. Düzdürmü? Bu pultu yoxlayanda, məsələn, tərədən mən bunun nəyin yoxlayım? Bax, burada çox şey var. Hamısını yox. Hamısını yox. Bax, burada mən bu dəqiqə bunların hamısını yoxlamaq üçün və nəzərə alsaq ki, burada mən bunu basanda, orada da 70 dənə şey demək olur, düzdür? Hamısını mən yoxlamaq üçün dəhşət çox vaxtım lazım. Bu dəqiqə konkret olaraq bir dənə funksionallığa yönələk. Eləmə də, bu dəqiqə yandırıb söndürməyək. Kod verib kodunu almaq, düzdür? Kodu verib kodunu almaq üçün çox şeydən başlamaq lazımdır. Deməli, birinci nədən başlamaq lazımdır səncə? Okey. Birinci promo elə götürür, kod verir, düzdür? Sən bax belə fikirləşsən. Səncə?
Hə, pult söhbəti çox vacib şeydir. Hə. Əlini pult olacaq. Ya monitor yandırırsan. Dayan. Biz proqram tərəfindən danışırıq, yoxsa fiziki? Yox, ümumiyyətlə test eləməkdən. Bax, bu dəqiqə bunu deyirəm ki, test eləməlisən ki, gör, yəni o ilə işləyir yoxsa. Yes. Birinci batareyka. Sən bunu kod alıb verirsən. Görürsən ki, işləmir, düzdür? Məsələn, sən sabah bir report çıxarsan ki, kod alıb verirəm, işləmir. Hə, bu işləmir. Sənin bu problem nə imiş? Bunun batareykası yox imiş. Okay? Məsələ budur. Ki, ən başdan yoxlamalısan. Və yaxud nə ola bilər? Batareykası da ola bilər, nə bilim, bu da işləyə bilər. Problem bunun burasındakı sensorda ola bilər, məsəl üçün. İndi test case nədir? Bax, test case də biz adicə, çox sadə bir şeydir. Bunu yazırıq ki, mən bunu yoxlayacağım. Mən bunu yoxlamaq üçün bunun batareykası olmalıdır. Bax, bunu 100% yazmalısan. Sonra nə edirəm? Mən birinci addımım nə olacaq? Mən orada yazıram ki, mən bunu götürürəm, bir dəfə belə yuxarı elədim. Bax, belə yazıram ki, bunu bir dəfə yuxarı elə. Yuxarı eləyəndə nə olur? Nəticə. Burada bu qabağıma çıxdı, düzdürmü? İkinci. Baba bir dənə burada stepdir. Mən bunu belə elədim, 2-3 dəfə, indi o 100-dədir. Aşağı tutaq şeyində. Mən eləyəndə o aşağı düşürsə, mənim nəticəm vardı, düzdürmü? Məsələn, bu çox belə balaca kiçik bir step. Keçək tutaq ki, bax, bu da çox böyükdür, bu niyə belədir? Bunu balacalaşdıraq da. Bax ki, bu yoxdur. Bu yoxdur. Bu yoxdur. Bax, çox sadə bir şey. İndi bax, bunu biz test eləməliyik, düzdürmü? Belə fikirləşək ki, adımızı yazacağıq və pasportu yazacağıq. Ondan sonra bu sign up-a klik edəcəyik. Mən bunu necə edərəm? Birinci yazıram ki, deyirəm ki, first name inputuna, bunun adı input gedir, bunlar da danışacaq hamısını. First name inputuna məsəl üçün ad yazıram. Yazdım Emil. Düzdür. Bunun nəticəsi nə oldu? Bayaq buradakı kimi, mən bunu belə elədim. Nəticəsi nə oldu? Aşağıda gedir loglar. Aysa bax, bu görürsən yuxarı qalır. Mən bura Emil yazanda nəticəsi bunun nə oldu? Burada Emil yazısı çıxdı. Bu, indi biraz belə absurd gələ bilər, amma belə hallar olur ki, orada yazanda çıxmır. Belə təmlər olur. Daha sonra. Mən bu yazdığım datanı burada görürəm. Teması var, bildiyin. Pasport. Pasportda nə edirəm? Pasportda mən gəlirəm, yenə data yazıram bura. Amma burada görürsən ki, bu dəfə başqa bir şeydir. Nədir? Pasportu yazdığım data sayı qədər bura nə çıxmalıdır? Bullet point deyirlər buna. Yadımızda qalacaq indi qabaqda yazanda. Yazdığım datanın sayı qədər mənə bullet point çıxmalıdır. Yəni nədir? Mən nə addım eləyirəmsə, həmin addımın nəticəsi. Düzdür, addım nəticəsi. Sən hamısını belə yazırsan, deyirsən ki, first name inputuna Emil yaz. Nəticəsi nə oldu? First name inputunda Emil datasını görəcəksən. Sonra ikinci addım yazsan ki, password inputunda, məsəl üçün, hansısa bir data yaz. O datanın sayı qədər burada belə nöqtələr, bullet pointlər çıxacaq. Daha sonra sign up-a klik elə. Sign up-a klik eləyəndə artıq şey olacaq. Sənə qeydiyyatdan keçirilmiş olacaq. Və sən bu sənədi mənə yazdın, belə verdin, yaxud şirkət üçün yazdın. Növbəti bir adam gələndə oturur, dayı bir də əlləşmir, görür, mən bura nə edəcəm, nə data yazım, nə edeyim. Girir, bir dəfəlik baxır, görür ki, mən bura bunu yazacağım, nəticəsində bu olmalıdır falan. Belə yoxlayır, gedir. Bildiniz? Yenə deyirəm, bunların hamısı bu dəqiqə yüngülvari üstündən keçirir ki, burası başa düşək, hamısının bu test case'ləri biz kursun axırına qədər yazacaq, yəni. Onun master olacaq. Test senaryoda nədir? Bax, bu account details hissəsində mən burada buna nə qədər test edə bilərəm? Mən burada nə cür testlər apara bilərəm?
Hakan, Hə. mən burada nəzər testləri apara bilərəm. Nəzər test apara bilərəm. Onlarda yoxlaya bilərəm, pasportu yoxlaya bilərəm. Yerləri dəyişiriz. Okey, dilləri, Yerləri. yerlərin, okey, yerlərini dəyişib yaza bilərəm. Sonra, Birinci düzgün kodla yoxlayıram, sonra yanlış kodla yoxlayıram. yox, bu qeydiyyatda fikirləşir. Hə, Qeydiyyatda düzgün yanlış. Hə, okey, kod formatlarını, hə. Kod formatlarını. Kod formatları. Mən Ad yerinə rəqəm. məsələn pasportu boş saxlayaram, ikisini də boş saxlayaram. Bir dənə sign up eləyərəm görüm nə olur. Sonra birini boş, birini dolu. Ondan sonra bunu dolu, bunu boş. Fərqli. Görürsüz nə qədər ssenarilər çıxır ortaya, düzdür? Bunların hamısı nəyə aiddir? Bütün bu кейslərin hamısı bir dənə ssenariyə aiddir, düzdürmü? O ssenari də nədir? Account details'ın yoxlanılması ssenariləri. Və o ssenarilərin içərisində biz deyirik, bax, first name boş buraxdım, pasportu boş buraxdım və sign up-ı klik edirəm. Bu bir test case-dir. Tamam mı? Bu qədər proses hamısı. Hə, bax, first name-i və pasportu boş buraxıb sign up-a klik eləmək bu bir test case-dir. Bir dənə. Bu atdıq qırağa. İkinci test case-im. First name-i yazıb pasportu boş buraxmaq. Bu mənim ikinci test case-im. Nəticədə nə edirəm? O test case-lərlə ancaq bu account details'ı yoxlayıram da. İndi bunların hamısı, bütün o nə qədər bayaqlar dediyimiz case-lər var idi, hamısı nəyə qulluq eləyir? ISO ki, account details'ın yoxlanılması. Bu da hamısı gedir ssenarilər. Okeydirmi? Ssenarilər falan hamısını da yaradacaqsınız, özünüz başa düşəcəksiniz. 48. Yəni bir dənə